Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun başlığından da gördüğünüz kimi artıq maşınımız 100.000 kilometre çatdı. Daha doğrusu 99.800'dür təxminən probegimiz. 200 kilometre qalıb, amma bu bir şey dəyişmir. Yəni 200 kilometre maşının bir şey olan deyil. Və bu günləri boş vaxtım olduğu üçün dedim bu günləri çəkim, bitirim. Bu məsələni paylaşım, həm də hava durumu da ürəksız değil. Maşını bu günləri yuzdurmuştum. Maşın təmiz ikən dedim sizə videonu çəkim, paylaşım və irəliləyən dəqiqələrdə maşını yoxlanış üçün avtoproyekt servisə də aparacağıq. Lazımi prosedurlarını gördürəcək və əlbəttə ki tam yoxlanışdan keçəcək maşın. Həm periodok hissəsin, həm elektron diaqnostika olunacaq və maşında hər hansı bir problemin olub-olmadığını aşkar edəcək. Amma mənim bildiyim bir problem yoxdur. Heç bir şey hiss eləməmişəm. Maşın bildiyiniz kimi, yəni çoxdan izləyənlər bilir, mən maşını 2024-cü ilin oktyabrın 8-də əldə etmişəm. İlk videodan da bu tərəfə, yəni maşın gətirdiyim gündən də bu tərəfə maşın göz qabağında olub, maşının hansı servisləri və qulluqları olunubsa çəkib göstərmişəm, hər bir şey şəffaf şəkildə. Bilirsiniz ki, yəni bu maşını mən özüm əldə etmişəm. BYD tərəfindən mən maşınla təmin olunmamışam. O yüzden de maşının nəyi olubsa da çəkib onu göstərmişəm və sizə paylaşmışam. İndi zahirdən sizə göstərəcəm, yəni çöldən sizə göstərəcəm 100.000-də maşında nələr olub, interior və eksteriyerində özünüz də görəcəksiniz. Bir də el arasında bir söz var, maşın stoykası. Maşın stoykasına da baxa bilərsiniz. Maşının duruşu hansı vəziyyətdədir. Maşın 1 il 4 aya məndə 100.000-ə çatdı. Çünki bilirsiniz, mən turizmdə işləyirəm və tək-tük hallarda da taksiyə çıxıram bu maşınla. Ən çox da maşın sürülür uzaq yollara, yəni Dalniyə sürülür. Qəbələsi, Şaxdağı falan filan. Bu maşının ön tərəfdən olan hissəsidir, kapotdur, gördüyünüz kimi. Heç bir zahiri problemi yoxdur. Hətta təkərləri də belə 100.000 sürmüşəm, buyurun. Baxa bilərsiniz. Təkərləri də dəyişməmişəm. Hələ də niyə? Çünki vaxtında hər 10.000 kilometrdən bir razval, balans və təkərlərin yer dəyişməsi olub deyə. Təkərlərdə yeyilmə var, amma bir o qədər də deyil. Yəni bu da arxa təkərlərimiz. Maşının bu da böyür hissəsidir. Arxa hissəsidir. Arxa hissədən izləyənlər bilir, mən bu tərəfdən maşın sürtülmüşdü. Bu bizim maşının arxa hissəsidir. Buradan olmuşdu hadisə. Buyurub baxa bilərsiniz. Nə güzgüləndə rəng getməsi, nə maşının özündə də çox deyirdilər ki, ay nə bilim, maşın kraskası zəifdir falandır. Dalniyə sürmüşəm, bilirsiniz ki, Dalnidə daşlar falan çox dəyir. Maşında kraska atan yeri falan heç nə yoxdur, çürük pası yoxdur. Yenə də qaldırıcıda da qaldırıb sizə göstərəcəm, nümayiş etdirəcəm. Gəlin maşının interyerini də sizə göstəreyim. Buyurub baxa bilərsiniz. Bu süni dəri də olsa, süni dəri hissələrində heç bir cırılma falan, heç bir şey yoxdur. Bu bizim ön panel sheet, gördüyünüz kimi. Maşını düzdür mən qaraj şəraitində saxlayıram, amma hər halda yəni maşın 100.000 çöldə olub da 100.000 qarajda sürülməyib. Buyurub baxa bilərsiniz. Üzrlü hesab eləyin burada. Buyurun, bu bizim qol altımızdır. Knopkalardır, heç bir rəng etmə falan, heç bir şey yoxdur. Rolu da göstereceğim size. Rola da bakabilirsiniz.
E, burada 100.000 kilometre getmiş maşın çəkmişdim. Burada deyəndə ki bu həyatda çəkmişdim o maşını. Rulunda partlaqlar olduğu üçün üzdətdirmişdi qardaş maşını. Buyurun, bu bizim oturacaqlar. Heç bir partlama, heç bir şey yoxdur. Maşallah olsun. Ləkələr düşüb, ona görə mən üzdətdirərdim. O mənim səhvimdir. Dəri əvəzedicisi olduğuna görə ləkələri götürür və dərmanla da getmir, amma cırıq, partlaq, heç bir şey maşında yoxdur. Bu da arxa hissəsidir. Eynən buraları hamısını göstərə bilərəm. Baxın, ən çox oturulan tərəf arxa sağ tərəfdir. Baxa bilərsiniz. Heç bir yerində heç bir problemi yoxdur. 1 il 4 aya dayanmadan sürülüb. Buralara fikir vermin, buraları üzdətdirmişdim. İndi bunları gərək yeniləyəm. Bazarda buralar sökülüb, çünki ayaq çox dəyir buralara. Bu da arxa sizinkadır. Nə qədər də ayaq dəysə falan, cızıq, sökük, cırıq, heç bir şey yoxdur. Buyurun, maşın sapasağlamdır. Vaxtında şarj olunub. Ümid edirəm ki, heç batareykalarında da problem olmayacaq. Maksimum 1% o iPhone'ların göstərir pil faizi. Onu da yoxlatdıracaq. Kompütera saldırıb. Bu da mən tərəfdən olan sizenkasıdır. Buyurub baxa bilərsiniz. Heç bir nə buralarında, nə dişlərin atılması zadı falan heç bir şey baş verməyib. Mən tərəfdən bu tərəf görürsünüz sağlam qalıb, amma müştərilər tərəfdən buranı necə üzdətdirmişəmsə ilk gündən elə də qalıb. Sadəcə olaraq müştərilər həm xarici, yerli fərqi yoxdur. Maşın özünün deyil deyə necə gözdə oturub düşüb minirlər. Buyurun, 99.798'dir probegimiz. Gəlin buradan sizə göstərim. 99.798'dir. Orta bu 100.000 kilometre olan yanacaq sərfiyyatımız gördüyünüz kimi 3.6 göstərir məndə. Rəylərdə yazarsınız sürənlər. Baxaq görək sizdəki buradakı göstərici necədir. Mən Bakıda olduğum vaxt, yəni əgər Bakıdayamsa, rayonlarda qalmıramsa, hər gün maşın şarj olunur. Hər gün şarj edilməsi də heç bir problem yaratmır. Və hətta ümumiyyətlə kitabçasında da qeyd olunan kimi minimum həftədə bir dəfə tam doldurmaq şərti ilə zaretkaya qoyulmalıdır. Yəni maşına qulluq və akkumulyatora qulluq bundan bilinir. Odometrdəki göstəricilərimiz də gördüyünüz kimi o 100.000-in 56.250 kilometri hibrid rejimdə gedib və bu da elektrik rejimində. Yəni faiz etibarı ilə də götürsək 57-nin 43-ə və yaxud 56-nın 44-ə götürə bilərik. Tam da yarı-yarıya deyil. Əlbəttə ki, çünki maşın ən çox hibrid rejimdə işləyir. Bu nə qədər çox şarja qoyub sürsəz, bu göstəricilər dəyişə bilər. Dediyim kimi sükanında göstərdim. Alt hissəsində göstərə bilərəm. Üst hissəsində heç bir problem olmayıb. Amma günün altında çox saxlayan maşınlarda bu hissələrdə partlaq olur. Amma şitində mən deyən kimi problem yaşayan görməmişəm. Yəni əsas bu hissəsindən ehtiyatlı olun. Mən qaraj şəraitini saxladığım üçün təkrar heç bir problem yaşamamışam. Buyurub baxa bilərsiniz. 100.000 kilometr ərzində də nələr dəyişilib. İndi belə ötəri olaraq deyəcəm, amma tam ətraflı baxmaq istəsəz
Girib YouTube kanalında servis vloqlarından izləyə bilərsiniz. Beləsə deyim ki sizə, yəni yağ filtrlərdən başqa maşında heç bir şey dəyişilməyib. Hətta nakladkalar üstündə gələndə onları da yoxlatdıracağım bu günləri. Onlara da baxarsınız. Demək, korobkanın yağı dəyişilib bir dəfə. 50 neçə min probekdə yadımdan çıxıb. İndi 100 minə çatıb korobkanın yağını bir daha dəyişəcəm. Çünki hər 50 mindən bir dəyişmək lazımdır. Amma zavod tövsiyəsi 60 mindir. Amma yaxşı olar ki 50 mindən bir dəyişəsiniz. Lap imkanınız var 40 mindən bir dəyişin. Amma ortalama 50 min yaxşıdır, dəyişə bilərsiniz. Başqa mən bilən göstərəcək bir şey yoxdur. Yenə də nə sualınız varsa buyurub verə bilərsiniz. Bütün rəyləri, kommentləri cavablandırıram. İndi irəliləyən dəqiqələrdə də əlbəttə ki aparacağıq servisə, tam OT-IDO yoxlatdıracağıq və qiymətləri də sizə bildirəcəm. Nəyin qiyməti nə qədərdir? Tam yoxlanışdır, sürətlər qutusunun dəyişilməsidir və 101 yoxsa 102 mində də inşallah mühərrikin yağını dəyişəcəm. Mühərrikin yağında vaxtına az qalıb. Belə. Demək, gəldik avtoproyekt servisə. Bura Köroğludan özü Fidan yoluna, Fidan Şadlıq evinə tərəf gedən yoldur. Gördüyünüz kimi burada yolun sağında görəcəksiniz. Avtoproyekt servis. Bütün növ hibrid, plug-in hibrid, mühərrikli, bütün elektrik hamısına baxılır. İndi yaxınlaşıq, növbəmizi götürək. Daha sonra görək hansı işlərdən başlayırıq inşallah. Demək, ilk olaraq maşında korobkanın yağı dəyişiləcək. İndi korobkanın yağını süzürük. Demək, bunlarda 2 dənə bolt yeri var. Sizə göstərim. Bu birincisindən yağ süzülür. Onun yuxarısında indi göstərəcəm. Oradan da yağ vurulacaq. Yağın vəziri yaxşı. Yanmıyor. Təxminən 54 yoxsa 55 min probekdə dəyişmişdim. 40 neçə min, 50 minə yaxın. 50 minə yaxında mı? Yağın vəziyyəti yaxşıdır. Sürüşdən açılır. Bəli. Qovmasaz maşının korobkanın yağı qaralası deyil. İndi filtrində dəyişib, filtrində də struşkanın olub olmamağına inşallah baxarıq. Yəni bildiyiniz, mən videoda yaxşı görünür yoxsa yox, yəni çox yaxşı vəziyyətdə qalıb yağ. Korobka yağı dəyişiləndən sonra bütün peridok hissəsi yoxlanılacaq. Daha sonra kompüter diaqnostika eləyəcəm və qiymətləri də sonunda sizə bildirəcəm. Bu arada onu da deyim ki, bir dəfə qiymətlər endirilmişdi. İndi ikinci dəfədə danışıqlar apardım. Yenə də korobkanın yağına BD Group və YouTube izləyiciləri üçün xüsusi endirim olacaq. Bu da üzərindən çıxan filtridir. Struşka yoxdur, filtrin vəziyyəti yaxşıdır. Yaxşıdır. Allah'a şükür. Vaxtında dəyişmişsiniz. Bir də orijinal filtrin orijinallığı buradan bilinir. Gördüyünüz kimi, yəni heç bir əyilmə, burulma, indi usta əli ilə elədi onlara, heç bir burulma, əyilmə yoxdur. Yəni çalışın orijinal filtrdən istifadə edin mütləq şəkildə. Bəziləri kağız kimidir, yəni əyilir. O da ziyanlıq verir. Yəni filtr düzgün işin yerinə yetirmir. Düzgün filtr eləmir. Bəli, filtrasiya düzgün getmir. O da gətirir, sonra korobkamızın dağılmasına səbəb olur. Dəyişdirəcəyimiz yağ da budur. BYD-nin öz yağıdır. Elə rovno 3 litr gedir. Gördüyünüz kimi BYD-nin də bütün markaları buradadır. Bu da bizim orijinal filtrimiz. Elə birinci qoyduğumuz birəbir eynən həmən filtrdəndir. Burada qapağın sanikidir, mütləq dəyişməli qapağın saniki. Aha. Filtr krişkasını.
Bunun üzerinde olan usta deyir maqnitdir. Yəni burada hər hansısa bir struşka olsaydı mütləq o bura yığılacaqdı. Yəni burada da gördüyünüz kimi tərtəmizdir. Bir də bu arada onu da deyim ki, korobkanın yağı hər 50 mindən bir dəyişsəz yaxşı olar. Əslində kitabçada 60 min kilometr qeyd olunub, amma 50 min də dəyişsəz daha yaxşıdır, daha məsləhətdir. Yəni 60 mində də bir şey olası deyil. Yəni yağın keyfiyyətini gördünüz və heç bir struşka da olmadı. Bunun da səbəb maşını qovmamağımdır. Nə yağ qaralır, nə struşka gedir, heç bir şey olmur. Yəni maşınınıza qulluq eləmək istəyirsinizsə ortalama 50 mindən bir dəyişin. Yəni 40 mindən dəyişsəz lap yaxşı. İndi imkana baxır. Kimdə necə, bu maşınların çoxsu taksidə sürüldüyü üçün 50 mindən bir dəyişsəz kifayət edir. Belə bir şpiritin içərisinə doldurulur və tam olaraq da 3 litr gedir. Nə artıq, nə əskik. Filtr dəyişildi, indi yağı da vurulacaq yerindən. Bu da vurulan yeridir. Gördüğünüz kimi oradan yağ şprislə vurulur. Demək, periodok hissəsi də tam olaraq yoxlanıldı. Yağ axıdan yeri yox, amortizatorlar buraxmayıb. Periodok tam sağlam və hətta nakladkaları da yoxladıq. Nakladkalar hələ yarıdan da çoxdur. Bu da mənim həm uzun yolda daha çox sürməyimdir və üstəgəldə demək rekuperasiyadan enerji recycle mod hansı ki ekranda var, nastroykalarda. Orada da mən largerdən istifadə edirəm deyə ona görə də nakladkalar yeyilmir. Belə maşın tam olaraq yoxlanışdan keçdi. Periodok hissəsində yoxladıq. Qaldı bir dənə elektron diaqnostika. Usta, bir dənə zəhmət olsa elektron diaqnostika. Bir dənə də elektron diaqnostika eləyəcəyik. Əsas mənə maraqlı olan demək avtomobilin batareyalarıdır. Onlara da tam baxacağıq və elektron hər hansısa bir problemin olub olmadığını, amma olsaydı en azından ekrana çıxardı. Ekrana indiyə kimi bir şey çıxmayıb və özümün də heç bir şikayətim yoxdur. Sadəcə olaraq profilaktika üçün və sizlərə göstərmək üçün elektron diaqnostika eləyəcəyik indi. Elektron diaqnostika olunur. Usta, sənə zəhmət bir dənə batareykaları ayrıca yoxlayarsan. Yoxlayaram, batareykaları yoxlayaram. O iPhone dilində pil faizini görmək olur. Yoxlayaram, bəzi modellərdə olur, bəzilərində yoxdur. Yaxşı. Bu heç mediada bütün avtomobillərdə olur belə şübhələr. Hə, 100%. Yəni bunlara Çinlə əlaqəli deyil mi öncə? Hə, buna akont açılmalıdır, onda. Hə, görmür də ki, rabitə yoxdur. Rabitə yoxdur, ona görə. Aktiv nasazlıq yoxdur heç bir. Hə, o kondisionerdəydi də, hə, Lost. Bu Lost Communication müzəsi. Hamısında olub, batareyka soyutması kondisionerin olmağına görə. Hə, elə bir ki, aşıbqa düşür, aktual deyil də, aşıbqa düşür çıxır. Aktiv aşıbqa deyil, bu heç bir aktiv aşıbqa deyil. Hə. Əla. Qaydasında da hər şey, hə. Olar silək. Batareyka görə yoxlayır.
Burada sizə batareyka 100% göstərir. De yuxarıda görə bilərsiniz. 93% idi. Ekranda göstərir. Burada da göstərir. 100% də batareykanın sağlığı. Aha, demək düzgün istifadə eləmişik bu vaxta qədər. Ha, maşallah olsun. Faiz temperatürünü kilidi. Hər şey sağlamdır da. Hər şey qaydasındadır. Ha, şükür. Belə işimiz tam olaraq bitdi. Avtoproyektin bilirsiniz ki, servis kitabçası da var. Bura hər bir şey qeyd elətdirin və 10 dəfə yağ dəyişmə olanda 11-ci pulsuzdur. Bu arada bu yaxın müddətdə gələcəm yağ dəyişməni də eləməyə. Onda qiymətini öncədən deyim. Qabaqlar 85 idi. Onun da qiymətini 80 manata salmışıq. Demək, reduktorun yağı dəyişildi. Reduktor deyəndə ki, karabkadır. Bunlar da reduktor deyil. O elektromobillərdə olur. Yağ və filtrin dəyişdirildi. Ümumi baxış keçirildi. Diaqnostik olundu və diaqnostikada da xəttin qoyduq. Demək, karabkanın yağın dəyişdirilməsinin qiymətini deyirəm. 185 manat idi bilirsiniz bu servisdə. Danışdım, onu da saldıq 170 manata. Orijinal yağ və orijinal filtri ilə sözsüz ki. Diaqnostikası olacaq 25 manat. Və ümumi baxışı keçirdilər. Siz bunu ayrıca vaxtda eləsəz, gətirim yoxlasınlar. Onun qiymətinin aşağıda nömrələr qeyd olunub. Onunla bağlı maraqlana bilərsiniz. Amma mən ayrıca gətirməmişim deyə hər dəfə məsələn yağ zadı dəyişəndə ustalardan xahiş eləsəz, yəni periodok hissəsinə baxırlar. Zaten burada problem çıxsa iş onlara qalır. Yəni başa düşdünüz də məni. O yüzden də yəni iş gördürən vaxtda yoxlanış olanda sağ olsunlar ki, pul almırlar buna görə. Belə bu videomuzdan da bu qədər. Öncə də demişdim, indi də xatırladıram. 100 minə kimi maşında heç bir xərc olmayıb. Yalnızca yağ, filtr, diagnostika, razval, balans bu işləri gördürmüşəm. Hansı ki, bütün maşınlarda olur da, nə maşın olur olsun. Şükür Allah'a ki, indi də yoxladıq. Nə akkumulyatorunda, nə elektron, nə də periodok hissəsində heç bir problem olmadı, şükür Allah'a. Ümid edirəm, faydalı oldu video sizə. Zəhmət olmasa, kanala abunə deyilsə, kanala abunə olun. Videonu bəyənin və şərhlərdə istənilən sualınızı verin. Bildiyimizdən çalışacağıq ki, cavablandıraq. Özünüzdən və avtomobillərinizdən ehtiyatlı olun. İnşallah ki, gələn videolarda səslənərik. Sağ olun.